fitrə zəkatını pulla çıxartmaq olar, yoxsa ancaq təyamlı olmalıdır? Fitrə zəkatını pulla çıxartmaq məsələsi alimlər arasında ixtilaflı məsələdir. Allah daha doğrusunu bilir, 3 məşhur görüş var. Birinci görüşdə olan alimlər deyiblər ki, fitrə zəkatını pulla çıxartmaq olmaz qətiyyən. Kim çıxardarsa sayılmır. Bu malikilərin, həmbəlilərin, şafilərin görüşüdür. Bunlar əsaslanıblar nəyə? Buxari Müslimdə keçən hədislərdə səhabələr deyirdilər ki, biz Peyğəmbərin vaxtında fitrə zəkatını təamla çıxardırdıq. Bu hədislərin zahirinə əsaslanıb deyiblər ki, təamla çıxartmaq vacibdir. Və bir qrup alimlər deyiblər ki, fitrə zəkatını pulla çıxartmaq icazəlidir. Bu ikinci görüşdə olan alimlərdir. Bunu hənəflər deyiblər və bəzi şafilər deyib. Bunlar əsaslanıblar nəyə? Deyiblər ki, bir halda ki, fitrə zəkatını çıxartmaqda məqsəd o kasıb insanın, fəqir insanın bayram etməsi üçündür, yesin, o da bayram etsin evində. Məqsəd bu da axı hədəf. O da sevinsin, o da bayram eləsin, onun da yeməyə nə isə olsun evdə. Bir halda ki, budur hədəf, pulla çıxartmaq icazəlidir, çünki bu məqsəd hasil olur. Belə yanaşıblar. Bir qrup alimlər də deyiblər ki, əsl olaraq budur ki, fitrə zəkatını pulla çıxartmaq olmaz, lakin güclü ehtiyac varsa və üstün məsləhət varsa, fitrə zəkatını pulla çıxartmaq olar. Bu İmam Əhmədin bir görüşüdür və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşün üzərindədir. Hər bir halda ehtiyat edib fitrə zəkatını pulla çıxartmamaq daha yaxşıdır. Təamla çıxardırsan ki, zimmət boynundan qalxsın və heç bir ixtilafa girməyəsən, bu daha yaxşıdır.